Hələ neçə illər bundan qabaq bizim ən böyük müğənnimiz vardı, yadınıza gəlir. İlhamə Quliyevə gəlib mənəm, Əkrəm Əylislidir, bir professordur, bir də İlhamə Quliyevadır. İlhama gəldi, mən oturduğum kreslo var, mənim yerim idi həməşə orada oturmaq. Bu gəldi, oturdu, oturanda görür, yerləşmədi oraya. Çünki qabariti böyükdür. Axırı getdi, zadda oturdu. Oturan kimi mikrofonu aldı, hələ yeni də başlayıb zad. Dedi ki, Azərbaycanda musiqi yox idi, mən gəldim, mən musiqi yaratdım, mən xaricdə Azərbaycanı təmsil elədim, mən. Bax buyam, mən gözələm, mən primadonnayam. Gördüm Əkrəm Əylisli belə bir, dedim, mənə qaçdı, çıxmışdır. Mən narahat olmadım. Dedim ki, hörmətli İlhamə xanım, qutardınız mı? Dedi, qutardım. İlhamə xanım, çox üzr istəyirəm. Elm sübut edir ki, kim özündən müştəbehsə, kim özünü başqasından üstün tutursa, kim özünə tənqidi yanaşmırsa, elm sübut edir ki, o dəlidir. Yox, mən dəli deyiləm. Dedim onu, vallahi mənim də acığım tutur. O elmi avtomatı al əlinə, güllələ ginə,